Salam şagirdlər, bu videoda ötən videonun arxasının 61-ci sualdan davam edək. Deməli, natural ədədlərdə A variantından 61-ci sualdan başlayaq. Deyir bizə ki, 61-də əkov 84, 63, 63, vuraq, əbob 84, 63. Hasilinin 10-a bölünməsindən alınan qalığı tapın. Uşaqlar, yadınızdadırsa biz əbob AB vuraq əkov AB-yə düstur olaraq demiş ki, A vur B-yə bərabərdir. Yəni əkovu əboba vuranda 84 vur 63. Bu ədədin 10-a bölünməsindən alınan qalıq 3 vur 4 vur 3 12, sonu 2 ilə bitəcək bunun. Sonu 2 ilə bitəcək. 10-a böləndə qalıqda qalacaq 2. Cavabımız olar A variantı. Sonra 62-də isə əkov yenə 16, 28 vuraq əbob 16, 28 hasilinin 5-ə bölünməsi alınır. Uşaqlar, əbob vur əkov hasili A vur B, yəni 16 vur 28 deməkdir. Bu 16 vur 28-in son rəqəmi 6, 8, 48 ilə bitəcək. Onu da 5-ə bölünməsindən alınan qalıq eləyəcək 3. Cavabımız olar C bəndi. 63-cü sualda isə A və B natural ədədlərinin A, bu da olsun B. Deyir, daxildirlər nəyə? Natural ədədlərinə. Ortaq olmayan vurğuların hasili, yəni C 6-ya, əbob isə AB 2-yə bərabər olsa bizdən əkovu soruşur. Əkov AB-ni. Əkov AB-ni soruşur. Deməli, uşaqlar, biz bilirdik ki, əkovun əboba olan nisbəti ortaq olmayan vurğuların hasilinə bərabərdir. Düzdürmü? İndi bizdən əkovu soruşursa, onda əbobu C-yə vursa əkov edər. Onda əkov AB bərabər olacaq əbob vuraq C-yə, yəni 2 vuraq 6-ya. Bu da eləyər 12. Cavabımız olar A variantı. 64-də isə əkovu verib, əbobu verib, AB-ni natural ədədlər ortaq olmayan sadə. Uşaqlar, C-ni soruşur bizdən. C-ni necə tapaq? C əkov AB-nin əbob AB-yə olan nisbətinə bərabərdir. Yəni 48-in 3-ə olan nisbəti eləyər 16. Cavabımız A variantı olar. 65-də isə deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili, yəni C nədir? Hasili C-dir deyir. Aha, bu oldu C. Əkov isə 16-dır. Olarsa deyir A vur B vur C hasilini soruşur. Aha. Uşaqlar, bu A vur B-nin əvəzinə biz nə yaza bilərik? Əkov vur əbob. Düzdürmü? C-yə də dəymirim. Ya da C-nin əvəzinə yaza bilərik əkov böl əbob. Düzdürmü? Bu əbobla bu əbob ixtisar gedir. Əkov vur əkov eləyir əkovun kvadratı. Bu da bərabərdir 16-nın kvadratı. Eləyir neçə? 256. Cavabımız D bəndi. 66-cı sualda yeni A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili deyir C-dir. A vur B hasili 144 dənə deyir C-dir. Olarsa bizdən əbob AB-ni soruşur. Əbob AB-ni soruşur. Yenə uşaqlar diqqət edək. Əkobla əbobun hasili AB-yə bərabərdir. Onda mən əkob vur əbob yazsam
Bu 144 dənə C-yə bərabərdir. C isə özü yerinə yazıram. Əkob bölü əbobdur. Bura yazıram əkob böl əbob. Keçirsəm bir tərəfə olacaq. Bu əkoblar ixtisar olunacaq. Əbobun kvadratı 144 olarsa, onda əbobu taparıq nə? 12. Cavabımız olar D bəndi. 67-də isə A və B natural ədədlərinin ortaq olmayan sadəvi olan hasili, yəni C 18-dir. A vur B 162 olarsa, bizdən əbobu soruşur. Uşaqlar, biz bilirik ki, yenə deyək, deməli, əbobu əkoba vuranda AB-dir. Onda yerinə yazsam, AB-ni yerinə yazıram. Əkob vur əbob bərabər 162. Düzdür? Və əkobun əvəzinə C vuraq əbob yazıram. Yazıram C vuraq əbob, bir də vuraq bu əbob bərabərdir 162. Diqqət etsək, C 18 yazıram. 18 vuraq əbobun kvadratı bərabər 162. Onda əbobun kvadratı bərabər 162-ni 18-ə böləndə 9 edər. Onda əbob nəyə bərabərdir? 3-ə. Cavabımız A variantı olar. Uşaqlar, bu əbob əkob məsələlərin qorxmayın. Sadəcə yanılmıramsa kitabınızda olmalıdır bunların düsturu. Həmin bu 5-8 güvənin testində, toplusunda olmalıdır. Yəni oradan baxın, eybi yoxdur. Qoyun, belə deyək, yanınıza kitabı, həmçinin düsturları. O düsturlara baxaraq bu məsələləri işləyin. Yəni zamanla bu yadda qalası bir şeydir. Yəni ümumiyyətlə uşaqlar, diqqət edin. Riyaziyyatda heç bir şey əzbərləmək lazımdır heç bir şey. Yəni bu sənin yadında misal həlləri ilə qalır. Yəni ehtiyac olunur ki, sən durub nəyisə yadda saxlayasın. O boyda riyaziyyatı yadda saxlamaq uşaqlar mümkün deyil. Sən durub nəyisə əzbərləyəsən, yadına qalır. Bu tarix deyil ki, məsəl üçün Ağqoyunlu dövləti haqqında ümumi məlumatın ola, nə bilim, Atropatina. Yəni bu tamamilə fərqli, texniki bir fəndir. Yəni budur, riyaziyyatdır, fizikadır, kimyadır. Bunlar yalnız və yalnız öyrənilərək, yəni necə işlənərək əl zəhməti gərəkir ki, bu sənin yadında qalsın. Yoxsa mən bunu oxudum, filan tərifi. Ona görə mən yadımda qalacaq deyirsinizsə, yəni riyaziyyatın başını yaxşı mənada buraxın. Yəni əzbərləməklə riyaziyyat öyrənəcəm deyən adama mən garanti vermirəm ki, o adam yəni riyaziyyat haqqında nəsə biləcək. Ola bilər, bilərik, yəni sadə bir şeylər. Amma yəni inandırım ki, uşaqlar, bu əzbərləməklə öyrəniləsi bir elmdir. Deməli, neçəni yazır? 67-ni yazıram 68. Təsəvvür edin uşaqlar, diqqət edin. Bax, tutaq ki, bu kitabda bilmirəm təqribən nə qədər misal var. Tutaq ki, deyək, məsəl üçün 3000 dənə və yaxud 4. O necə ola bilər ki, mən 3000 dənə sual yadda saxlayayım? Təsəvvür edin, bax, tutaq ki, 68-ci sual fərqli sualdır, düzdür? 69-cu fərqli, 70-ci fərqli. Nə qədər fərqli sual yadda saxlamaq olar? Bu sizə mümkündür? Yox, xeyr. Yəni insan yaddaşı ola bilsin, bəlkə də kiminsə yaddaşı onu götürər. Amma 3000 dənə şeyi, misalı 3000-in də düz yadda saxlamaq düşünürəm ki, az qala mümkünsüzdür. Amma onun yolun qaydasını bilsin, 3000 yoxu 50.000 dənə olsa, onun 50.000-i də yaza bilərsən. Nəysə, uzatmayaq, haşiyə çıxmayaq. Deməli, 68-də deyir, A və B natural ədədlərinin, baxın, A və B natural ədədlərdir. Ortaq olmayan sadəvi qurların hasili, yəni C deyir, 12-dir. Əkob isə 72-dir. Bizə deyir ki, AB hasını tap. AB hasının əvəzini yazırdıq. Yazıram AB bərabərdir. Əkob vuraq əbob. Düzdür? Bizdə əkobu verib deyə, əkobdan asılı bir şey almalıyıq. Əbobun əvəzinə yazıram.
Birinci əkob olduğu kimi yazıram. Əkob vıraq. Əbobun əvəzinə yazıram. Əkob bölək S bərabər. Deməli, əkobun kvadratını S-yə bölsəm mən AB-ni almış olaram. Doğrudurmu? Əkobumuzun kvadratı 72-nin kvadratı edir. S-yə də bölündə bu da 12. Deməli, neçədir bu? 72 vur 72 böl 12. Bununla bu sayısı 6. 6-nı 72-yə vuranda neçə edər? 12, o da 42. 432 ilə yanılmaz. Cavabımız olar B bəndi. 69-da isə aşağıdakılardan hansı doğru deyil? Aha, doğru deyilə bax. 2 tam ədədin cəmi tam ədəddir. Bəli, bu doğrudur və cavab deyil. 2 tam ədədin fərqi tam ədəddir. Bu da doğrudur. 2 tam ədədin hasili tam ədəddir. Doğrudur. 2 tam ədədin nisbəti tam ədəddir. Xeyr, bu yanlışdır. Uşaqlar, məsəl üçün 8-in 4-ə olan nisbəti 2-dir. Tam ədəd. Bax, tam, bu da tam. Amma 5-in 3-ə olan nisbəti tam ədəd deyil. Ona görə D variantı yanlışdır və cavabdır. 70-ci sualda isə uşaqlar, cədvəldə hansı ədədin sadə vurubları və onların sayı verilmişdir. Deməli, sadə vurubumuz 2-dir, 3-dür və 5-dir. Sayları isə bundan 2 dənə, bundan 1 dənə, bundan da 1 dənə. İndi ədədi tapacaq. 4 vur 3 vur 5. 60. Cavabımız B bəndi. 71-də isə yenə bizdən 2, 3 və 5 ədədləri sadə vururlardır. Sayları isə 2 bundan, 2 bundan, 1 bundan. Deməli, 4 vur 9 vur 5. Bu da eləyər 180. Cavabımız C bəndi olar. 72-də isə diaqramda A və B ədədlərinin sadə vurguları verilmişdir. Bizdən əbob A, B-ni soruşur. Uşaqlar, gəlin baxaq görək. A-mız nədir? A ədədi hansı ədəddir? 2 vur, 2 vur, 2 vur, 3-dür. Yəni neçə? 8 üçün 24-dür. Və B ədədimiz isə 2 vur, 3 vur, 5-dir. 30. İndi bizdən əbob nəyi soruşur? 24 ilə, yəni A-nın B-nin də 30-u. Buradan qarşıya 6-nı çıxarsaq, qalar əbob 4 ilə 5. Uşaqlar, qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə. 6 vur 1. Bu da 6. Cavabımız C bəndi olar. 73-də isə uşaqlar, eyni qaydadır. Baxın, əkobu tapıram. Əkob A, B-ni soruşur bizdən. Yazıram əkob. A-la B-ni birbaşa yazacağım. A-mız nə olacaq? 4, 8, 3-ə də vuranda 24. B-miz isə 30. Yenə 24 ilə 30 bərabərdir. 6-nı mütəzə, daha doğrusu əkobun qarşısına çıxardıram. Yazıram əkob 4 ilə 5. 6 vuraq, uşaqlar, diqqət edin. 4 ilə 5 qarşılıq sadədir. Qarşılıq sadələrin əkobu onların hansına bərabərdir? Yəni neçəyə? 20-yə. Bu qədər 120. Cavabımız olar D bəndi. 74-də isə diaqramda A və B ədədlərinin sadə vurguları verilmişdir. A və B ədədlərinin ortaq olmayan sadə vurguların hansını tapın. Uşaqlar, diqqət edin, ortaq olanlar hansıdır? 2 ilə 3-dür. Yəni o mərkəzdə olan, kəsişən hissədə olanlar. Ortaq olmayanlar hansıdır? 2-dir, 2-dir və 5-dir. Bunların hansı neçədir? 4 vur 5, 20. Cavabımız olar A. Bu qədər rahat. 75-də isə diaqramda verilən ədədin natural bölənlərinin sayını tap. Natural bölənlərin sayı. Aha. Baxaq görə ədədimiz hansı imiş? Deməli, sadə vuruq 2-dir, bir də 3-dür. Sayı isə 2-dən 2 dənədir, 3-dən 1 dənədir. Bu ədəd bizə yəni ədəd olaraq lazım deyil. Deməli, bu ədədin natural bölənlərinin sayını deyir. Natural bölənlərin sayı. Natural bölənlərin sayı bərabərdir 2 üstəgəl 1 vur, 1 üstəgəl 1.
bərabər neçə edir? 3 vur 2 edir 6. Cavabımız A variantı olar. 76-cı sualda isə cədvəldə verilmiş ədədin natural bölənlərin sayını tapın. Sadə vuruq 2-dir, 3-dür və 5-dir. Sayları isə 2, 2, 1-dir. Natural bölənlərin sayı 2 üstə 1 vuraq, 2 üstə 1 vuraq, 1 üstə 1. Bu da eləyir 18. Deməli 3 vur 3, 9, 2-yə vuranda 18. Cavabımız olar D bəndi. 77-də isə diaqramda A və B ədədlərinin sadə vuruqları verilmişdir. A + B cəmini tap. Uşaqlar, gəlin A ilə B-nin cəmini tapaq. A ədədimiz neçədir? 2 vur 2 vur 2 vur 3'dür. B ədədimiz isə 2 vur 3 vur 5'dir. Neçədir bu? 8 üçün 24 üstə gələk 30. 54. Yəni B bəndi. 78'də isə yenə vuruqları deyir ki, natural ədədin sadə vuruqları və onların sayı verilmişdir. Deməli, sadə vuruqumuz 2'dir və 3'dür. Sayları isə bundan 2 dənə, bundan isə 1 dənə. Bizə deyir ki, onların sayı verilmişdir. Hansı ədəd natural? Hansı ədəddir bu? 4 vur 3. Yəni 12 ədəd. Cavabımız D bəndi olar. 79'da isə EKOB yox, EBOB üzr istəyirəm. EBOB üçlü verib uşaqlar 18, 24 və 30. Diqqət edin uşaqlar. Buradan mən nəyi çıxara bilərəm? 6'nı çıxara bilərəm EBOB-un qarşısına. Yazaram EBOB. Neçə qalır burada? 3, 4, 5. 3'ün, 4'ün, 5'in EBOB-u nəyə bərabərdir? 1'ə. 6 vur 1. Yer 6. Cavabımız var C bəndi. 79, 80'ə baxaq. Yenə verib EBOB. EBOB. Deməli isə 36, 48, 84. 36, 48 və 84. Yenə uşaqlar buradan 12'ni çıxarsam, görək nə ala bilərik. 12'ni çıxarsam EBOB 3, 4, bir də 7. 12 vur 3 ilə 4 ilə 7'nin bir də sən neçə sual deyək biz? 80 deyik, hə. EBOB-u bizə nəyi verər? 1'i verər. Qarşılığı sadə ədədlərdir. 12 vuraq 1 eləyər 12. Varmı 12? Bəli, C bəndi. 81'də isə EKOB 24, 60, 80, yox, 96. Bizə deyir ki, hesablayın. Burada da 12'ni çıxardıram xaricə, qalır EKOB 2, 5, 8 bərabər. 12 vuraq. Uşaqlar, 2, 5, 8'in EKOB-u nə edər bizdə? Deməli, 2 ilə, daha doğrusu 8 ilə 5'ə baxsaq 2 də onun içində gedir də, doğrudurmu? Deməli, 40 edər. Bu da edər 40. 12'ni 40'a vurən nə edər? 480 edər. Cavabımız olar B bəndi. 82'də isə EKOB 48, 96, 120. EKOB 48, 96 və 120 bərabərdir. Deməli, buradan neçə çıxar? Baxaq. 8'ə hər birisi bölünür. 16'ya bölünmür. 8 kimi çıxaraq. 8 vur EKOB 6, 96'ya 12, 15. 3 də 24 çıxırmış hərəsindən. Gəlin 3'ü də çıxaraq. 8 qarşıdaydı. 3'ü də çıxarsa qalır EKOB 2, 4, bir də 5.
İndi 2-yə, 4-ə, 5-ə əkop nə eləyər uşaqlar? 4 ilə 5-in asılı 20 eləyər. Çünki 20 2-yə də bölünür. 8 üçün 24 var idi. Bunların da əkobu eləyər 20. Buradan nə edər? Belə 480 edir. 480 edər. Deməli 82-ci sualda 480 varmı? Bəli, B bənd. Daha sonra 83. 3 ardıcıl cüt ədədin cəmi 42 olarsın. Uşaqlar cüt ədədimiz olsun 2. 3 ardıcıl. Deməli biri olsun 2'in, biri olsun 2'in plus 2, biri olsun 2'in plus 4. Bunun cəmidir 42'dir. Görək bu cəm neçə edir? Deməli 6'in üstə gələk 6 bərabərdir 42. 6'in bərabərdir 42 çıxaldı 36, n də bərabərdir 6. Deməli kiçiyimiz 2'indir. 2 vur 6 eləyər 12. Bizdən nəyi soruşuq? Buradan ən kiçiyini tapın. Cavabımız var C bəndi. 84'də isə deməli 3 ardıcıl tək ədədin cəmi 51'dir. Uşaqlar tək ədədimizin birincisi olsun 2'in plus 1. Üstə gələk ikincisi olsun 2'in plus 3, üçüncüsü olsun 2'in plus 5. 3 ardıcıldır da bəli. Bu cəmdir 51'dir. Deməli 6'in üstə gələk 9 bərabərdir 51. 6'in bərabər 51 çıxı 9 deyər 42. N də bərabərdir 7. Bu birincidir, bu ikincidir, bu isə üçüncüdür. Bizə nə edir? Böyük deyir, kiçik deyir. 84'də. Bu ədədlərin böyüyünü tapın. Yəni bunu tapın. 2 vur 7 üstə 5. 19 edər. Cavabımız B bəndi. 85'də isə 6'ya bölünən ən kiçik 3 rəqəmli ədəd ilə 4'ə bölünən ən böyük 2 rəqəmli ədədin cəmini tapın. Uşaqlar 6'ya bölünən nə deyir? Ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik 3 rəqəmli ədəd 6'ya bölünən. Deməli 6'ya bölünən ədəd 2 və 3'ə eyni zamanda bölünməlidir. Düzdürmü? 2 və 3'ə eyni zamanda bölünən ədəd deməli 2'yə bölünməsi üçün cüt olmalıdır. 3'ə bölünməsi üçün rəqəmləri cəmi nə etməlidir? 3'ə bölünməlidir. Deməli yaza bilərik ən kiçik 3 rəqəmli ədədimiz 100'ün özüdür. Ən kiçiyi. Amma 6'ya bölünəni biri 102'dir. 102 6'ya bölünür. Aha. 102. İndi bizə deyir ki 6'ya bölünən 3 rəqəmli ədəd ilə, yəni 102 ilə 4'ə bölünən ən böyük 2 rəqəmli ədəd 96'dır yanılmıramsa. Cəmini soruşur. 198. Cavabımız olar C bəndi. 86'da isə bizə verib 5 rəqəmli ədəd 3A 4B bir də 7. Deyir ədədi 3'ə tam bölünərsə. Gəlin bu rəqəmlərin cəmini tapaq. 7, 7, 14 üstə gələk A plus B. Bu 3'ə bölünərsə. Aha, A plus B cəmi aşağıdakiler hansı ola bilməz? A plus B cəmi 1 ola bilər. Sonra 4 ola bilər. 1, 4, 7 ola bilər. 1, 4, 7 ola bilər. Hansı ola bilməz deyir. Bir də 10 ola bilər. Deməli 1, 4, 10 var, 8 yox. Cavabımız olaraq C var. 8 ola bilməz. A plus B cəmi. Cavabımız C bəndi. Çünki 8 olsa bu cəmi deyir 22, o da 3'ə bölünmür. 87'də isə ədədi 12'yə böldükdə qalıqda 8 alınırsa 6'ya bölünməsindən alınan qalığı tapın. Uşaqlar təsəvvür edin ki 1 düşüb qalıqda 8 alınır. Burada da ki x idi ədədimiz. Misal üçün deyəm. Bu ədəd neçə idi? 1 vur 12 üstə 8. 12 vur 1 üstə 8. Bu neçə idi? 20. Deməli indi 20'ni 6'ya bölməyiz kifayətdir. 3 düşəcək, qalıqda 2 qalacaq. Alınan qalığı tapın, cavabımız var A variantı. İstədiyiniz natural qisməti qoya bilərsiniz birin yerinə. Siz 3 qoyun. 3 qoysa nə? 3 dənə 12, 36, 3 8. İləcək 44. Yenə 44'ü 6'ya böləndə yenə qalıq 2 qalacaq.
Yəni onu elə dərindən fikirləşməyin ki, mən orada bölünəni də verməyib, qisməti də verməyib. Mən onu necə tapa bilərəm? Yəni adi qiymət verməklə hesablaya bilərsiniz. 88-ci sualda isə bizə deyir ki, A ədədini 6-ya böldükdə qalıqda 5 alınır. Baxın, A ədədini 6-ya bölünəndə neçəsə düşür, qalıqda 5 alınır. Bizə deyir ki, A kvadratı üstəgəl 3A ədədini, A kvadratı üstəgəl 3A ədədini 6-ya böldükdə bölünməsi alınan qalığı tap. Uşaqlar, gəlin bilək. Buradan A-nın mötərizə xaricini çıxarsaq, alarıq nə? A plus 3 bölü 6. Gəlin burada tutaq ki, deyirəm. Natamam qismətə bir ədəd deyək. Tutaq ki, 1 deyək, 2 deyək, neysə. 1 desək, 6 bir 6 3 5 eləyər, A eləyər 11. Düzdür? Gətirib bu A-nın 11-ini qoysaq burada yerinə. Olar nə? 11 vur 14. Üstünə 3 gəldim. Bölək 6. Bu nə edər? 154. 6-ya da böləndə düşər 2 dəfə. 5 dəfə. Qalıqda 4 qalar. Cavabımız olar C bəndi. 89-a baxaq. Deyir ki, A, B, C natural ədədlərdir. A, B və C daxildir nəyə? Natural ədədlərə. Deyir, A vur B hasili 9-dur. B vur C hasili isə 14-dür. Bizdən A plus B plus C cəmi soruşur. Uşaqlar, A, B, C natural ədədlərdirsə, A ilə B-nin hansı? Deməli, A ilə B fərqli ədədlərdir ki, hasilləri 9 edir. Hasili 9 eləyən iki fərqli ədəd 1 ilə yalnız 9 ola bilər. Və hasili baxalım, uşaqlar, bərabər 9 düzdür. Burada ya A1-dir B9, ya A9-dur B1. Belə olan halda B hər ikisində iştirak elədiyi üçün mən B-yə 1 deməliyəm, A-ya 9 deməliyəm. Çünki burada B-yə 9 demiş olsam əgər, 9-u nəyə hesabladım? 14 etmir. Ona görə B 1-dirsə, onda C nədir? C-ni tapıram 14. İndi A plus B plus C cəmi isə 1 ilə 9-un və 14-ün cəmi olar. 24. Cavabımız D variantı olar. Sonra baxırıq nəyə? 90-cı sual. A, B, C yenə natural ədədlərdir. A vur X 12-dir. B vur X 24-dür. C vur X isə 30-dur. Nə gözəl. Bizə A, B, C cəminin ən kiçik qiymətini tapın. A, B, C cəminin ən kiçik qiymətini soruşur. Deməli, A, B, C də naturaldır. Ən kiçik qiymət. Onda uşaqlar gəlin B, O, B. 12, 24 və 30-a əbob tapaq. Bu bizə nəyi verir? 6-nı çıxarsaq, əbob 2, 4, 5 verir. Bunlar da qarşılıqlı sadəcə olursun. Əboblar eləyəcək 6. Düzdür, bu 1 edir. Əbob 1 və 6. Deməli, uşaqlar, biz X-ı 6 götürə bilərik. X-lar 6-dırsa, onda A nə olacaq? 2. B nə olacaq? 4. C də olacaq 5. Bizə 2 plus 4 plus 5-i soruşur. A plus B plus C-nin ən kiçik qiyməti. 11. Cavabımız olar C bəndi. 91-də isə deyir AB 2 rəqəmli ədəddir. 3-ün deyir AB bərabərdir 3A plus 2B olarsa A vur B hasilini soruşur. Baxın uşaqlar, bunu açaq 10A üstə gələk B deməkdir. Bu da 3A üstə 2B'dir. Keçirsək bir tərəfə,
7A bərabər olacaq bir dənə B-yə. Düzdürmü? Onda A bərabərdir 1, B bərabərdir 7 olmuş olar. Əgər bu bərabərlik ödənirsə, A-nın 1, B-nin 7 halında ödənir. Bizim də AB hasılını soruşur. 1 vur 7. Cavabımız olar 7, yəni B variantı. 98-də isə 98 niyə? 91-dən biz niyə 98-ə keçdik? Burada 7 dedim deyə elə bildim 97 deyil. Deməli 92-yə baxırıq. 92-də də yenə deyir AB 2 rəqəmlərdə düşsün. 8A plus 4B'dir. Keçirsək yenə 10A üstə gələk B bərabərdir 8A üstə gələk 4B. Bir tərəfə keçirsək 2A bərabərdir alıram 3B. Onda A-nın 3 halı, B-nin isə 2 halında bu bərabərlik olar doğru. Düzdür? Çünki A-nın 3 halında eləyər sol tərəf 6, B-nin də 2 halında eləyər 6. Bərabərlik doğru olar. Bizə nə deyir? A plus B cəmini tap. A plus B cəmi bizə 3 ilə 2-nin cəmini soruşur. O da 5 edər. Cavabımız B olar. 93-də A və B qarşılıqlı sadə ədədlərdir. Bizə deyir ki, əkop A ilə B bərabərdir 90-dır. A plus 30 bölək B 24 olarsa B-ni soruşur. Uşaqlar, qarşılıqlı sadə ədədlərin əbubu nədir? Onların hasilidir. Yəni, üzr istəyirəm, əkobu nədir? A vur B 90-dir. Onda mən bunu orta məxrəc getirib həll edəcəm. Orta məxrəc B. Böləcək AB üstə gələk 30 bərabərdir 24. AB əgər 90-dırsa yerinə qoysam 90 ilə 30-un cəmin nəyə bölsək 24 edər? 24B bərabərdir 120-yə. Onda B nəyə bərabərdir? 5-ə. Cavabımız D variantı olar. 94-də də həmçinin. Yenə deyir ki, qarşılıqlı sadədir. Onda A vur B hasili köçürmürəm uşaqlar əkobu. AB hasili nədir? 60-dır. Onda A üstə gələk 30 bölək B əgər 6 olarsa, bizdən yenə B-ni soruşur. Necə tapaq? Bunu orta məxrəc gətirək, həll edək. Orta məxrəcimiz B. Böləcək AB üstə gələk 30 bərabərdir. AB 60-dırsa, 60 üstə gələk 30 bölək B bərabərdir 6-dırsa. 90 nəyə bölsək? 6 edər. Onda B 15 imiş. Cavabımız elə B variantının özü olar. 95-də isə uşaqlar, bizə 2 rəqəmli AA ədədi verilib. Çıxaq BB bölək 11-i tapın deyir. Uşaqlar, AA 11A deməkdir, BB də 11B deməkdir. Böləndə 11-ə, 11-ə orta məxrəc çıxarsaq, A çıx B böl 11. 11-lər ixtisar getsə, cavabımız olar A minus B. Cavabımız elə B bəndi. 96-da isə eyni qayda olaraq uşaqlar. Deməli, A, B, C 3 rəqəmli ədədindən deyir. C, B, A 3 rəqəmli ədədini çıxıb 11-ə bölsək nə alınır? Gəlin baxaq uşaqlar, bu 100A üstə gələk 10B üstə gələk C deməkdir. Çıxaq. Bu 100 mötərizdə yazdım C üstə gələk 10B üstə gələk A deməkdir. Düzdürmü? Bölək 11-də bərabərdir. Sadələşdirsək 100A-dan A-nı çıxsaq eləyəcək 99A 10B ilə 10B islah olunacaq. Əşşarələr. Qaldı C ilə 100 çıxaq 99C bölək 11. Burada 99-u orta vuruq çıxarsam A çıx C böl 11.
Bunlar ixtisar getsə, qalar 9 vur A çıx S. Cavabımız C bəndə olar. 97-ci sualda isə cədvəldə əsasən bölünəni tapın. Bölünən. Bölünənimiz 6K plus 9'dur. Bölənimiz belə birbaşa burada belə 2K'dır. Natamam qismət 4'tür. Qalığımız da K'dır. Uşaqlar biz bilirik ki, gəlin belə yazaq, rahatı görə bilək. Bu bölənimiz 2K, natamam qismətimiz və qalığımız. Biz bilirik ki, natamam qisməti bölənə vurub üstünə qalığı gəlsək, bölünəni verməlidir. Bu edir 8K üstə K eləyir. 9K bərabərdir 6K plus 9. 3K 9'sa onda K'nı tapırıq. 9 bölü 3 deyir. Bölünəni tapın deyirsə, bölünənimiz 6K plus 9. 6 vur 3 üstə gəl 9. Yəni 27. Cavabımız B olar. 98'də isə bizə deyir ki, aşağıdakı ədədlərdən hansı verilmiş cədvələ uyğundur? Uşaqlar 2'yə də bölünür, 5'ə də bölünür. Deməli onun sonu 0'la bitir. Sonra 3'ə də bölünmür. 0'la bitib 3'ə bölünməyən cavabımız olar D variantı. 20'dir. 99'da isə A çoxluğunun elementləri 24'ün, B çoxluğunun isə B çoxluğunun isə 36'nın. Deməli 1, 2, 3, 4, 6, 8, 12, 24. Bu oldu A çoxluğu. B çoxluğu isə 36'nın bölənləridir. Deməli 1, 2, 3, 4, 6, 9, 12, 18, 36. Bu da B'nin bölünənləri. Bölənləridir. Diaqrama əsasən rənglənmiş elementlərin sayını tapın. Uşaqlar, rənglənmiş nədir? A ilə B'nin kəsişməsidir, düzdürmü? İndi A ilə B'nin kəsişməsində hansılar alınacaq? 1, 2, 3, 4, 6, 12. Bunlar. Bizə neysə sayın soruşur. Elementlərin sayı 3, 6 dənə. Cavabımız olar C bəndə. 100-cü suala baxaq. Bizə 100-cü sualda deyir. Diaqramda verilən ədədin natural bölənlərinin sayını tapın. Baxaq görə ədədimiz nədir? Sadə vurulumuzun biri 2'dir, biri 3'dür. 2'dən 2 dənədir, 3'dən 1 dənədir. Deməli, mən bunun natural bölənlərini tapsam, deməli, natural bölən bərabərdir 2 üstə 1 bura 1 üstə 1. Bu bizə verir 3 vur 2, 6'dan. Natural bölən sonu tapın 6. Cavabımız olar D bəndi. 101'də isə bizə deyir, aşağıdakı ifadələrin hansının qiyməti n'in tək olduqda cüt olduqda isə təkdir. Deməli, n tək olanda bizə cüt lazımdır. N cüt olanda bizə tək lazımdır. Baxaq. Deməli, 4'ün üstə 9. N'ə tək desək, eləyir tək. Bu bizə yaramadı. A variantı çıxdı sıradan. B variantında n'ə tək desək, təki təkə vuranda eləyər tək, üstünə cütkəndə eləyər tək. Bu da alınmadı. C bəndinə baxaq. N'ə tək deyək. 8'i təkə vuranda eləyər cüt. Cütün üstünə tək gələndə eləyər tək. Bu da ödəmədi. Nə oldu? Qalmadı ki. 5'in üstə 1. Tək desəm 15, 16. Cüt alındı. Birini ödədi. Cüt desəm 2 deyirəm tək ki. 10 üstə 1 tək alındı. Söz cavabımız oldu nə? D variantı. 102'də A, B, C ədədləri tək ədədlər olarsa, aşağıdakilərin hansı cüt olar? Deməli, A, B, C tək olarsa, aşağıdakilərin hansı cüt olar? Baxaq uşaqlar. Gəlin sadəyə baxaq birinci.
C variantına baxaq. A plus B plus C. Hər biri təkdirsə, təkin üstə tək cüt, üstünə tək eləyəcək tək. Bizə cütü soruşur. C çıxdı aradan. A ilə C təki təkə vuranda eləyəcək tək. Üstünə cüt gəndə eləyəcək tək. Bizə cüt lazımdır. Bu da deyil. Deməli, 3'ü vuracağıq. Təklə təkə. Eləyəcək yenə tək. Bir də təkin kvadratına yenə eləyəcək tək. Bu da olmadı. D variantında isə görək. B, C. Deməli, təki təkə vuranda tək. Üstünə tək gələndə eləyəcək cüt. Cavabımız olacaq onda D variantı. Yəni, B, C plus A. 103'də. Bunlar uşaqlar ancaq yoxlanılması bir şeylərdir. Yəni, durub hər hansı həll qaydası yoxdur ki, misal yazırsan. Yəni, sadəcə ədəd qoyub yoxlayırsan. Aşağıdakı ədədlərdən hansı 6'ya qalıqsız bölünür? Uşaqlar 6'ya bölünməsi üçün nə olmalıdır? Cüt olmalıdır. Yəni, B ilə D getdi. Çünki 6'ya bölünmə əlamətində 2 və 3'ə eyni zamanda bölünmə var. 2'yə bölünməsi üçün mütləq ədəd cüt olmalıdır. 3'ə bölünməsi üçün rəqəmləri cəmi 3'ə bölünməlidir. Onun üçün baxırıq. Deməli, 121 vuraq 15'in üstü 7. Baxın uşaqlar. 121 vur 15'in üstü 7. 15'in üstü 7 ədədi zaten bilirik ki 3'ə bölünür. Çünki 15 özü 3'ə bölünür. 7 dəfə 15 özünə vuranda yenə bölünəcək. Amma 121 özü vuruğun biri yəni. 3'ə bölünmədiyi üçün yox. Bu ümumiyyətlə bu hasil 3'ə bölünür, üzr istəyirəm. Amma 2'yə bölünmür. Çünki 121'in sonuncu rəqəmi 1'dir. 15'in üstü 7 ədədinin sonu 5'dir. 1'i 5'ə vuranda sonu eləyir 5. Amma bizə cüt lazımdır. Sonu tək. 2 2'yə bölünsün. Amma 201'in üstü 5'in sonu 1 ilə bitir. 4 üstü 7'nin isə sonu 4 ilə bitir. 1 vur 4 sonu cüt etdi. Bölsək 2'yə bölünəcək. 201 özü 3'ə bölündüyü üçün hasil də 3'ə bölünəcək. Onda cavabımız oldu C bəndi. 104'də isə həm 2'yə, həm də 3'ə bölünən 2 rəqəmli ədədlərin sayını tapın. Aha, deməli həm 2'yə, həm 3'ə bölünən ədədlər nəyə bölünür? 6'ya bölünür. 6'ya bölünən 2 rəqəmli ədədlər 12'də başlayır. 96'da bitir. Və neçədən olduğunu nə bilək? 96'dan 12 çıxıb 6'ya bölsəm nə edər? 84'ü 6'ya böləndə bir dəfə, 4 dəfəlik, 14 dəfə, deməli 14 üstə 1, neçə eləyər? 15. Deməli 15 dənə nəyi var? 2 rəqəmli ədəd var, 6'ya bölünən. Yəni həm 2'yə, həm də 3'ə bölünən ədədlər. Cavabımız olar B bəndi. Sonra 105'də isə deyir ki, uşaqlar, belə bilməzsəz mən neynədim? Belə eləyib. Say da bilərsiniz. 12, 18, 24, 30, 36, 42, belə. Sonra 105'də isə bizə deyir ki, 105'də Əkob AB 15 olarsa, aşağıdakilərin hansı ola bilməz? Hə, A hansı ola bilməz? Deməli, uşaqlar, diqqət edək. Əkob AB 15 olar. Deməli, A 15 ola bilər. Bir yoxlayaq da. A 15 olsa, B-də gərək 1 olar ki, Əkobu 15 eləsin. C, daha doğrusu, A 5 ola bilər. B 3 olsa, A-da 5 olar. D variantında A 1 ola bilər. B 15 olduğu halda. Amma A 10 ola bilməz. A 10 olsa, gərək Əkob 15 olmaya. Cavabımız olar uşaqlar nə? B bəndi. 106'da isə A, B, C natural ədədlər. Deyir A, B 12'dir, B, C 18 olarsa. Deməli A ilə B-nin hasili 12'dir. B ilə C-nin hasili isə 18'dir. Bizə deyir ki, B-nin ən böyük qiymətini tapın. Deyir A da, B də, həmçinin C-də daxildir nəyə? Natural ədədlər. Bunu unutmayın. Naturaldırlarsa
B-yə maksimum biz 6 verə bilərik ki, bu şərt ödənsində. Onda B 6 olsa A 2 olar, C də olar 3. Düzdürmü? İndi bizə nə deyir? 105-ə baxaq. Yox, 106-ya baxırıq. B-nin ən böyük qiymətini tapın. B-nin ən böyük qiyməti olar 6-dır. Canlı olar C-dən. Sonra 107-yə baxırıq uşaqlar. Deyir A 3B-dir. Və bizə deyir əkub AB çıxaq əbub AB. Deyir neçədir? 12-dir. Bu bərabərlik 12-dir. Olarsa B-ni soruşur. Gəlin neyniyək uşaqlar? Yazıram əkub AB-ni yenə. Əkub A-nın əvəzinə yazıram 3B. Burada yazıram B. Çıxaq əbub 3B. Bərabər 10. İndi diqqət edin. Əkub 3B ilə B-nin əkubu nədir? 3B-dir. Düzdürmü? Çıxaq. Əbub 3B ilə B-də isə B-dir. Əbubu da bərabər 12-dirsə 2B 12-dirsə onda B nədir? 12 bölü 2 6-dır. Bizdən nə soruşur? 107-də B-ni soruşurdu. Canlı olar D bəndi. 6. 108-də isə A və 48-lərin ən kiçik ortaq bölünəni deyir, ən kiçik ortaq bölünəni A ilə 48-in 240-dır. Ən böyük ortaq bölünəni B, O, bu. Böləni 12 olarsa bizdən A-nı soruşur. Necə tapa bilərik? Gəlin diqqət edək. AB 4 bu 48-dir. Gəlin əkubu əbuba vuraq. Əkubu əbuba vuranda A vur B hasil edir. Düzdür? Yazıram əkub A-nın 48 vuraq əbub A-nın 48 hasili bizə 240 vur 12-ni verir. Əkub AB-ni əbub AB-yə vuranda ilə A vur 48 deməkdir. Bunu 240 vur 12 şəklində yazsam, onda A nəyə bərabər olar? 240 vur 12 bölü 48-ə. Bununla bu 24 sayısı 2 burada qalar, 10 burada. Bununla da bu getsə 6 qalar. Onu da 6 yaranda 60. Onda A nə oldu? 60 oldu. Cavabımız 60. 109-da isə deyir A bölək əkub AB nisbəti aşağıdakılardan hansına bərabərdir? A bölək əkub AB nəyə bərabərdir? Deyir A bölək əbuba. Uşaqlar, gəlin belə eləyək. A-ya dəyməyək, bölək. Əkubun əvəzinə mən yaza bilərəm nə? AB bölək A bölək əbub. Bərabərdir. Bu nədir? Deməli, A vuraq əbub AB bölək A vur B. Düzdür? Axı böləndə tərs çevirirdi, kəsir. Bu A ilə bu A gedir, qalır əbub AB böl B. Cavabımız əbub AB böl B. Yəni B variantı. Maraqlı sual idi. Heç demək olar ki, qarşıma çıxmayan suallardan idi. Bu yeni nəşrdə bu əlavə olunub. Yəni mənim bu qarşıma düşünürəm ki, çıxmamışdı heç vaxt. 110-cu sualda isə aşağıdakılardan hansı adəd A kvadrat ədədinin sadə vurğularının ayrışı ola bilər? Deməli, aşağıdakılardan hansı A kvadrat ədədinin sadə vurğularının ayrışı ola bilər? Əgər A kvadratdırsa, tutaq ki, uşaqlar düşünün ki, A ədədi hər hansı bir ədəddir, onun vurğuları belədir deyək. Misal üçün belə. A kvadratdırsa, onda burada ən aşağısı nədir? Üstü nə olmalıdır? Cüt dərəcədən olmalıdır, mütləq şəkildə.
Mütləq şəkildə üstü cütdürürsün. Deməli A variantında xeyr, biri 2-dir, biri 3-dür, olmaz. B-də biri 4-dür, biri 5 olmaz. Amma C variantına diqqət edin. 5-in üstü 6, 3-ün üstü 8. Baxın. 5-in üstü 6, 3-ün üstü 8. Onda o deməkdir ki, bu A kvadratının bölənləridir. Deməli A-nın özü 5-in üstü 3, 3-ün üstü 4 deməkmiş. Sən demə. Deməli cavabı 110-da C götürə bilərik. Sonra 111-də isə uşaqlar 111 açıq tiplidir. Bizə verib əkob bir saniyə görün bura nə deyir? 2-nin üstü 4 vur 3, bir də 18. Bir də əbob 2-nin üstü 4 vur 3, bir də 18. İfadəsini deyir, qiymətini tap. Diqqət edək tapaq uşaqlar. Əkobu əboba böləndə nə verirdi bizə? C-ni verirdi. Ya da ki, əkobun əvəzinə əbob vuraq C yazaq da. Belə eyni şey alınır ki. Ya da ən rahatı gəlin ilə olduğu kimi hesablayaq. 2-nin üstü 4 neçə deməkdir? 16, 3 oranı 48. Yəni, əslində bizə dediyi əkob 48 ilə 18 bölək əbob 48 ilə 18-dir. Diqqət eləsək, əkob 48 ilə 18-dən nə çıxara bilirik? 2-ni mötərizə xaricinə, yəni əkobun qarşısına çıxarsaq 2, əkob, yox, 2-ni yox, gəl 6-nı çıxaraq da, 6-nı çıxarsaq, burada qalır 8, burada qalır 3. Burada da 6-nı çıxarsaq qalır əbob 8 ilə 3, düzdür? Bunlar heç ixtisar olunacaq. 8 ilə 3-ün əkobu 24-dür. Əbobları isə qarşılıqlı sayıdların əkobu 1-ə bərabərdir. Cavabımız var 24. Elə 24 olaraq qeyd edək. Cavabı 24. Açıq tiplidir. 112-də isə 100 ilə 120-nin hasilin, uşaqlar diqqət edin, baxın yazıb 100 vuraq 120 bölək. Əkob nə? 100, 120. 120. Necə tapa bilərik? Deməli, əbob vuraq əkob hasili bizə AB-ni verirdi. Onda mən bunun əvəzinə yazıram əbob 100, 120 vur əkob 100 ilə 120. Düzdür? Bölək əkob 100 ilə 120. Bununla bu ixtisar geçək. Bir dənə qalacaq bu. Yəni əbob 100 ilə 120. Burada da 20-ni çıxarsam əbobun qabağına alaram 5 ilə 6. Qarşılıqlı sayda edilən əbob 1-ə bərabərdir. 20 vur 1 eləyər 20. Cavabımızı 20 olaraq qeyd edirəm. 113-də isə A, B və C ardıcıl cütərəli olarsın. A, B və C. Ardıcıl cütərəli. Tutaq ki, A-mız olsun 2, B-miz olsun 2 plus 2, C-miz olsun 2 plus 4. Olarsa, deyir A çıxaq B-nin kvadratı, üstə gələk C çıxaq A-nın kvadratı. İfadəsinin qiymətini tapın. Şöyle A'dan B-ni çıxanda bir də saniyə görək. Ən yaxşı el gətirib yerinə qoymalıdır. Amma belə sadələşdirə də bilərik əslində. A kvadratları gedər. Bir də saniyə. A kvadratları gedər, qalar AB. Xeyr, o bizə əziyyət verəcək. Ən yaxşı gətirib yerinə qoyulur. A'dan, yəni 2 ilə 2-nin üstə 2-ni çıxanda nə qalır? Mənfi 2. Mənfi 2-nin kvadratı eləyir 4. Üstə gələk. C-dən, yəni bundan bunu çıxsaq, qalacaq 4 kvadratı 16. Bu cavabımız var 20. Cavabı 20 olaraq qeyd edirəm. 114-də isə
Yenə deyir tək ədədlərdir. Deməli A-nı götürək 2n plus 1, B-ni götürək 2n plus 3, ardıcıl deyil də, düzdürmü? Aha. C-ni də götürək 2n plus 5. Bizə deyir ki, A çıxaq C-nin kvadratı, A çıxaq C bizə nəyi verir uşaqlar? A-dan C-ni çıxmaq bizə mənfi 4'ü verir. Bəs neydi o? B çıxaq A bizə nəyi verir? B çıxaq A bizə verir 2'ni. Bunların kvadratları cəmi. Demək, mənfi 4'ün kvadratı çıxaq 2'nin kvadratı. Bu da eləyər 12. Canımız 12. 115-ci sualda isə bizə verib 2x 5y ədədi 5'ə və 9'a qalıqsız bölünürsə. Uşaqlar, 5'ə və 9'a qalıqsız bölünürsə. X-in ala biləcəyi ən böyük qiymət tapın. X-in ala biləcəyi ən böyük qiymət. Uşaqlar, 5'ə bölünmək üçün iki hal mümkündür. Ya y 0 olmalıdır, ya da y 5 olmalıdır. 9'a bölünməsi üçün rəqəmləri cəmi 9'a bölünməlidir. Yəni 2 ilə 5-in cəmi 7, deməli 7 üstə gəl x üstə gəl y. Bu 9'a bölünməlidir. Düzdürmü? Deməli y əgər 0'dırsa 7 üstə x, deməli x nə ola bilər? 2 ola bilər. 2 9'a bölünsün. 5 olsa əgər y 7 üstə gələk, deməli 12 üstə gələk, baxın, y 0 olsa burada olacaq nə? 7 plus x. 7 plus x 9'a bölünməsi üçün x gərək 2 ola. Amma 7 plus x üstə gəl, y 5 olsa 5 qoysam, bu nə eləyir? 12 üstə gələk x. Bunun 9'a bölünməsi üçün gərək x nə ola? 6 ola. İndi x-in 2 halı var, bir də 6 halı var. Bizə nə deyir? Deyir ki, x-in ala biləcəyi ən böyük qiymət tapın. Canımız olur 6. 116-cı sualda isə 5x 4y ədədi 4'ə və 15'ə qalıqsız bölünür. 4'ə və 15'ə. 4'ə bölünməsi üçün sonuncu iki rəqəmi 4'ə bölünməlidir. Yəni y nə ola bilər? 0 ola bilər. Y 4 ola bilər. Bir də y 8 ola bilər. Bu hallar mümkündür. 15'ə bölünməsi üçün eyni zamanda 3'ə və 5'ə bölünməlidir. Düzdürmü? 5'ə bölünməsi üçün y ya 0 olmalıdır, ya da 5 olmalıdır. Deməli, 5 olması halı digərlərində olmadığı üçün bunları ata bilərik. Deməli, y tapdıq 0. Ədədimiz oldu nə? 5x 4 0. Bu ədədin, bu aldıq 4 rəqəmli ədəd. Deməli, neçə? 4'ə və 15'ə qalıqsız bölünməsi üçün 5x 40 ədədi olmalıdır. İndi deyir ki, bizə x-in ala biləcəyi ən böyük qiyməti tapın. Deməli, 4'ə bölünməsi üçün bu hal mümkündür. Bu hal 4'ə bölünür. 5'ə də bölünür. İndi 3'ə bölünməsi üçün ən böyük hal nə olacaq? 9. Bunun yerine 9 olsa, bunda x olsa 9. 9 ise 9. Bu rəqəmlər cəmi 18'dir və 9'a, daha doğrusu 15'ə bölünür. Cəmimiz olar uşaqlar 9. 117'də isə 117'də bizə deyir ki, A 8 və B ədədini 10'a böldükdə qalıqda 5 alınır. Onda bu ədədi 10'a böldükdə qalıqda 5 alınırsa, onda B nəyə bərabər? B 5'ə bərabər. Onda A 85'dir həmin 3 rəqəmli ədəd. B yəni. Bu ədəd 9'a bölünərsə, deməli rəqəmlər cəmi 9'a bölünməlidir. A üstə gələk 13. Deməli, A nə ola bilər? 5 ola bilər. A-nı tapın. A oldu 5. Canımızı 5 olaraq qeyd edək. 118'də isə bizə verib 15
x 4y ədədi 5-ə böldükdə qaldı 2 alınır. Deməli y 5-ə bölündükdə, yəni sonuncu rəqəm 5-ə bölünməsi üçün olmalı, ya 0 ya 5 olmalı. Qaldı 2 alınırsa ya 2-dir y ya da y 7-dir. 2 hal var. Alınır. Bu ədəd 18-ə qalqısız bölünürsə, uşaqlar 18-ə bölünməsi üçün həmin ədəd cüt olmalıdır və mütləq rəqəmləri cəmi 9-a bölünməlidir. Deməli, cüt olması üçün sonu 2 ilə bitməlidir. 7-ni sildik. Deməli, ədədimiz oldu 15x4 2. Bu ədədin rəqəmləri cəmi 9-a bölünməsi üçün 4, 8, 10. Deməli, x nə ola bilər? 8 ola bilər. X-i indi 8 qoysaq, eləyəcək cəm 18, 9-a da bölünəcək. 9-a bölünür və sonu cütdürsə, o demək ki, 18-ə bölünür. Cavabımız olar. Bizə nəyi soruşur? Deməli, y2 tapmışıq, x-də 8 tapmışıq. Bizə x-y hasını soruşur. 2 ilə 8-in hasını. 16. Cavabımızı 118-ə baxarıq da, düzdürmü? Xeyr, uşaqlar, biz kiçicik bir səhv etdik. Baxın. Bu x8 deyilir. Bu il cəm 6 üstə 4. 10, bu il 12. Bu x-in yəni nə olmalı ki 9-a bölünsün? 6 olsa, 12 üstə 6 eləyər 18. X-imiz 6-dır. Onda 2 vur 6 eləyər 12. Cavabımız 12. Sonra 119-cu sualda isə bizə deyir uyğunluğu müəyyən edin. 60, 70 və 80. 2 sadə vurğu var. 2 müxtəlif sadə vurğu var, 3 sadə vurğu var, 4 sadə vurğu var. Aha, gəlin hər birinin sadə vurğularını ayıraq uşaqlar. 60-ı, 70-i və 80-i ayıraq. Görək neçə sadə vurğular var. 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. 2-yə 35, 5-ə 7, 7-yə 1. 2-yə 40, 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. Bizə deyir 2 sadə vurğu var. Deməli, birincidə 4 sadə vurğu oldu. 4 sadə vurğu var. Oldu D variantı. İkincidə 70-də yəni 3 sadə vurğu var. 3 sadə harada var? C-də var. Üçüncüdə isə 3, 5 sadə vurğu var. Aha, bizə deyir ki 2 sadə vurğu var. 2 sadə vurğu olan yoxdur burada. 2 müxtəlif sadə vurğu var. 2 müxtəlif sadə vurğu. Xeyr, 2 müxtəlif sadə vurğu olan yoxdur. 3 sadə vurğu var. Bunu tapdıq. 4 sadə vurğu var. 4 sadə vurğu yoxdur. 4 müxtəlif sadə vurğu var. Yox. 2 müxtəlif sadə vurğu olan burada var da. 2-nin 5, 2 sadə vurğu var. Deməli, üçüncüdə 2 müxtəlif sadə B olacaq da. Deməli, 1D, 2C, 3B. 120-ci sualda, yəni natural ədədlər bölməsinin A variantının sonuncu sualında isə 20 ədəd üçün uyğunluğu müəyyən edin. 20 ədəd üçün 2 vur 2 vur 5 deməkdir. Yəni 2-incisi 2 vur 5-incisi 1 deməkdir. İndi görək nə deyir. Sadə vurğuların sayı 3 dənə. 1 oldu B. 2-də isə sadə bölənlərinin sayı. Aha, bir də natural bölənlərin sayı. Natural bölənlərin sayı 3-ə baxaq. Natural bölənlərin sayı neçə dənədir? 1 üstə gələk 2. Vuraq 1 üstə gələk 1. 3, 2, 6. Deməli, bu oldu Y. Bir də deyir ki, sadə bölənlərinin sayı. Sadə bölənlərinin sayı olacaq 2 dənə də. 2 dənə sadə bölən var. Deməli, nə oldu? 2 hansı A variantı? 2 sadə bölənlərinin sayı. Heç bir şey, 2 dənə. Cavabımız oldu 1B, 2A, 3Y. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.